Yol var, digər bir yola, digər bir mənzilə yol açar və məhz Allahın bu gözəlliklərinə, bu sürprizlərinə bir ayrı cür heyranam. Yəni nə zaman hansı bir qapı açılacağını biz heç zaman bilə bilmərik. Uzun zaman bir mənzilə gəlmək istədim və gələ bilmirdim çünki bir yol almaq lazım idi. Lakin hər zaman bu seriyadan, bu qəbildən olan seriyadan olan videoların başında deyirəm ki, elə qapılar var ki, ora xüsusi dəvət lazımdır. Dəvət olmasa, sən hər nə qədər planlasan da, ora heç bir zaman qapı açılmayacaq. Ona görə də bu yollar səbri gözləyir. Bu yollar səndə səbri aşılayır, səni tərbiyələndirir mənəvi cəhətdən. Mütləq ki, o qapı üçün, o mənzil üçün yetişməlisən ki, ondan sonra bir qapı açılsın. Və bizim Kapadokiya səfərimiz planlananda, həyata keçirməyə artıq niyyətli olanda, xəritənin üstündə bir yer var idi ki, rəfiqəmə dedim ki, biz Ankaraya qayıdış yolunda ora gedə bilərikmi? Çox rahat şəkildə ayarlandı və dedi ki, əlbəttə gedə bilərik. Bura Soluca Höyük kəndi keçmişdə belə adlanıb. Bugün isə Hacı Bektaş həm şəhəridir, kiçik bir şəhərcikdir və burada dövrün çox böyük bir dahi övliyası, böyük bir müəllimi, böyük bir Allah dostu Hacı Bektaş Vəlinin məzarı, türbəsi yerləşir. Mən bura 2 ildir gəlmək istəyirəm. Çox qəlbə bir şəkildə Hacı Bektaş Vəlinin qəlbimdə bir sevgisi, bir yeri var. Bəzi sevgilər izah edilmir. Sevgi var ki, öz-özünə gəlir, qəlbin tam da mərkəzinə düşür və bir də baxıb görürsən ki, sehirli bir, sirli bir sevginin içərisindəsən və eyni zamanda bu insanın, bu adın ürəyimdə və həyatımda belə deyək, iz qoymasının bir səbəblərindən biri Aşkın Yolculuğu Yunus Əmrə serialı olmuşdu. O serialda çox gözəl bir səhnə var. Yunus Əmrənin Buğda dalınca Hacı Bektaş Vəlinin yanına gəlməsi və o böyük insanın Yunusu, hələ əmrə olmayan Yunusu qarşılaması, ona buğda və nəfəs arasında seçim etməsi və sonradan artıq Yunus Əmrənin İrşadi Kamil açarını Tapdıq Əmrəyə verməsindən bağlı çox gözəl bir səhnə var. O seriala baxmamısa mütləq qaydada çox tövsiyə edirəm ki, Aşkın Yolculuğu o seriala hər bir kəs baxmalıdır. Hacı Bektaş Vəli böyük Xorasan ərənləri silsiləsindən olan mütəsəvvif alimlərdən, böyük övliyalardan biridir. 1209-cu ildə Nişapurda dünyaya gəlmişdi. O zaman Xorasan Türkistan, Böyük Türkistan elinin tərkibi idi və sırf həmin ərazilərdən, Böyük Xorasandan çıxan bu təsəvvüf alimləri Anadoluda İslamın yayılmasında, Anadoluda İslam kültürünün, Türk-İslam mədəniyyətinin formalaşmasında olduqca mühüm rol oynadıqlarından onlar hamısı qruplaşaraq Xorasan ərənləri adı altında tanınır ki, martda yolun çox böyük bu Xorasan ərənləri silsiləsinə yol açan Xoca Əhməd Yəsəvinin huzuruna yollanmışdı. Bugün isə həmd olsun Allaha, həqiqətən də çox şükürlüyəm. Hacı Bektaş Vəlinin huzuruna açılıb. Hacı Bektaş Vəlinin də mürşidi Lokman Pərəndə olub ki, bunlar qayda olaraq bir mənalı şəkildə Xoca Əhməd Yəsəviyə dayanır. Lakin Bektaşiliyin digər mühüm bir dərin mənəvi kökü var ki, bugün Türkiyədə Bektaşilik diləndə Ələvilik nəzərə tutulur, lakin hər bir Ələvi Bektaşi deyil. Yəni sırf şəkildə Hacı Bektaş Vəlidən gələn bu Bektaşilik inancı, Bektaşilik dərin köklü məktəbi Balım Sultan tərəfindən artıq bir məktəb halında formalaşır və həmin məktəb halında formalaşmasında xürufiliyin də həmin vaxt Azərbaycan və artıq Anadoluda geniş yayılmış xürufiliyin də çox böyük təsiri olmuşdu. Osmanlı dönəmində Bektaşilik köklü bir təlimə çevrilir və Yeniçəri ordusunun formalaşmasına, onların düşüncələrin formalaşmasında Bektaşilik məktəbinin, Bektaşi təliminin çox böyük rol olmuşdu. Hər Osmanlı qüvvələri, xüsusən Balkanlara yürüşlərə çıxanda mütləq qaydada ki, Yeniçərilərin yanında bir Bektaşi xocası, belə deyə, müəllimi də yol alırdı və heç də təsadüfi deyil ki, bugün Balkanlarda Bektaşilik çox dərin bir kök salmışdı. 1930-cu ilə qədər Dünya Bektaşilik Mərkəzi məhz bura Hacı Bektaş şəhərciyi olmuş, arxanızda gördüyünüz Hacı Bektaş Vəlinin türbəsi olmuşdu. Lakin 1930-cu ildə Türkiyə ərazisində təkkələr və zaviyələr fəaliyyəti qadağan edilir və ondan sonra mərkəz Tiranaya, bugünkü Albaniyaya köçülür. Bugün də Dünya Bektaşilik Mərkəzi məhz Tiranadır. Hacı Bektaş Vəlini önəmli edən çox amillər var. Onun mənəviyyatının, onun mənəvi yolunun, onun irşad yolunun, məktəbinin çox gözəl bir tərəfləri var. Bu dahi alim, bu dahi övliya Allah dostu deyirdi ki, düşüncə qaranlığına işıq tutan insanların nə xoş halına. Çox gözəl bir kəlmədir.
Sonra deyirdi ki, incinsən də incitmə. Bu o qədər gözəl bir sözdür. Biz bugün elə bir cəmiyyətdə, elə bir dünyada yaşayırıq ki, mütləq qaydada kimdənsə qisas alırıq, mütləq qaydada bizi incilənə qarşı nifrət hissi aşılayırıq. Amma başa düşmürük ki, bu bizim yolumuzdur və hər önümüzə çıxan insan, hər önümüzə çıxan hadisə, hər bir kiçik bir şey, bu valideynimiz timsalında da ola bilər, yaxınlarımız, sevdiyimiz insan tipində, dost timsalında, həyatımıza gələn hər bir hadisə, hər bir insan əslində bizim kamil insan həddinə gəlib çatmamız üçün bir sınaq olaraq göndərilmiş bir insandır, bir hadisədir və bu səpkidən incinsək də, incitməsək yoluna qədəm qoyduqda və bizi incidənləri, o insan bizdən üzr istəməsə belə, bağışlama istəməsə belə, Allaha xatir bağışlasaq və önümüzdəki insanın Allahın yaratdığı bəndə olduğunu bilsək, əslində biz ancaq yalnız özümüzə yaxşılıq etmiş olarıq. Çünki bizim qəlbimiz, ruhumuz işıqla, kamilliklə, sevgi ilə və bağışlama duyğusu ilə dolsa, bu istər-istəməz bizdən də ətrafdakılara yayılacaq. Çünki nəyi yayırıqsa, nəyi düşünürüksə, nəyi hiss ediriksə, o daha çox yayılır. Sevgi içindəyiksə, bağışlama duyğularındayıqsa, bu mütləq qaydada ki, bizdən kənardakına da yayılacaq. Nifrət və qəzəbin içindəyiksə, bu ilk növbədə bizim özümüzə ziyan verəcək. Çünki hər qəzəb, hər bağışlanmamaq duyğusu ilk növbədə insanın özündə xəstəliyə səbəb olur və onu huzura deyil, onu xilasa deyil, onu yalnız zülmətə aparıb çıxarır. Ona görə də çalışmaq lazımdır ki, incinsək də başa düşsək ki, bu əslində bizim həyatımıza gəlmiş bir imtahandır, həyatımıza gəlmiş bir sınaqdır. O zaman hadisələrə daha təmkinli riayət edəcəyik və dözmə və səbirlə bir yerə mütləq qaydada ki, varacağıq. Bu yerin də yeri əslində Allah qatındadır. Quran bizə nə deyir? Allah çoxca səbr edənlərləndir. Çünki səbr edən insan həqiqətən də sonda işığa və sevgiyə gəlib çatır. Hacı Bektaş Vəlinin şəklinə baxsınız, çox məşhur bir şəkli var. Onun vilayətnaməsində də belə bir kitab oxumuşdum. Onun bir qucağında ceyran var, bir qucağında isə aslan var. Hacı Bektaş Vəlinin yaşadığı dönəm Anadolunun siyasi, iqtisadi, etnik və dini baxımından çox rəngarəng olduğu bir dönəmlərdir və əslində ceyran və aslanı eyni anda qucağında göstərməklə, təsvir etməklə bildirir ki, irqindən, dinindən, özündən asılı olmayaraq, kimdən asılı olmadan hər bir insan dərgahımızda, qucağımızda bir dostdur. Gəlin Hacı Bektaş Vəlinin türbəsi ilə və məzarı ilə yaxından tanış olaq və o böyük Allah dostunun huzurunda biraz onun işığından alaq. Bura dərgahın aşxanası olub, aş evi olaraq adlandırılır və Mevlanə türbəsində də belə bir mətbəx yeri var. Burada bu şəkildə 13-cü əsrdə bu dərgah necə olub, onun biraz belə kopyası hazırlanıb və bir növ insana aşılayırlar ki, əslində keçmişdə həyat necə olub. Bu arada Hacı Bektaş Vəli çox böyük bir dəyər və hörmətdən dolayı bütün Türkistan elində də, Anadolu elində də Piri Hünkar adı altında tanınmışdı. Burada dərgahın ləvazimat yeri olub, burada ərzaqlar qorunub saxlanırmış və belə bir otaq ərsəyə gətiriblər. Bu arada müzeyə giriş ücretsizdir, ödənişsizdir. Rahat şəkildə gəlib ziyarət edə bilərsiniz. Vaxtınız olsa, deməli burada Hacı Bektaş'da eyni zamanda Ozanlar Parkı var ki, orada Füzulinin, Şah İsmail Xətainin də heykəlləri var. Büstləri qoyulub belə və onu da ziyarət edə bilərsiniz. Biz Ankara'ya tələsirik deyənə, biz Çilləxanada və Ozanlar yurdunda, Ozanlar Parkında ləngiməyəcək. Xoca Əhməd Yəsəvi ilə bağlı, Həzrətlərlə bağlı olan videoda Xorasan ərənlərinin və ümumilikdə təsəvvüfün niyə ərsəyə gəlməsinə bağlı bir xeyli danışmışdım və əslində Kərbəla hadisələrindən sonra İslam dinində Əməvilərin hakimiyyəti dönəmində yaranmış bu böhranlı vəziyyətdə təsəvvüfün meydana gəlməsi və xüsusilə Xorasan ərənləri kimi böyük təsəvvüf alimlər meydana gəlməsi
əslində erkən İslama Peyğəmbər əleyhissalamın sünnətini davam etdirməyə yönəlmiş bir ideya, bir fikir və böyük bir irşad yolu idi. Bəzən təsəvvüfə fərqli yanaşırlar, lakin təsəvvüf yolu bildikdə, öyrəndikdə əslində qəlbimizdə Allah eşqini əsas mərkəzə çevirməyə yönəlirik. Burada pis bir şey görənlər və yaxud nəsə fərqli bir şeylər görənlər də anlamıram. Zaten də bilmək də yükdür. Bununla da başımızı, ümumiyyətlə beynimizi yormaq istəmirik. Çünki böyük övliyaların yoluna, izinə düşmək və eyni zamanda onların yazdıqlarını, onların bizə çatdırmaq istədiklərini oxuduqda qəlbimizi də məhz həmin biliklərlə, həmin fikirlərlə və həmin eşqlə doldururuq. Hamısının ruhu şad olsun. Bura mehman evidir və bu mənzərə əslində mənə həmin serialdakı səhnəni xatırladır. Sanki sol tərəfdə Hacı Bektaş Vəli özü oturub, sağ tərəfdə isə Yunus Əmrədir. Türbə özü məzar yerləşən türbə həyətin içində yerləşir. Bu arada deməli Kapadokiyadan bura Nevşehirdir, Nevşehirə yaxın hissədir. Bura 1 saat yarımlıq bir məsafədədir. Ona görə də gəlməmək, yəni yol açılmışkən necə gəlməyim deyim və bəlkə də ona görə Kapadokiyada bu qədər sakit idim. Oradakı dünyəvi o yaradılmış heç bir şey demək olar ki, məni bir o qədər həyəcanlandırmadı. Hər şey artıq sakit qarşılayırsan. Çünki hər şeyin Allahdan gəldiyini və daha dərin dəyərlərin olduğunu bildikdən sonra insan həqiqətən də bu həyatda çox sakitləşir. Bura haqqında bəhs etdiyim Balım Sultanın türbəsidir. Balım Sultan 16-cı əsrdə xürufiliyin artıq və bir sıra digər bu belə deyək qaydaların təsiri ilə Bektaşili bir məktəb halına salmışdı və bu baxımdan onun da Bektaşili tarixində rolu önəmlidir. Ruhu şad olsun. Mərkəz türbədir burada. Adı da yazılıb görürsünüz, Xorasan ərənləri. Hacı Bektaş Vəli 1279-cu ildə məhz burada rəhmətə vəfat etmiş və ölümünü hiss etdiyini, yaxınlaşdığını hiss etdikdən sonra 39 min xəlifəsi olub onların hər birini öz evlərinə geri göndərmişdi ki, təlimləri, Bektaşili və Allah eşqini insanlar arasında yazsınlar.